Əvvəllər yeni reseptləri televiziya proqramlarından öyrənirdik. Azərbaycan Dövlət Televiziyasının səhər proqramı var idi. Onun mətbəx rubrikasında tanınmışlar, müğənnilər, aktyorlar gəlib öz məharətlərini göstərirdilər. Bu resepti də tanınmış insanlardan birinin anası hazırlamışdı. İnanın, o gün bugündür çudunu məhz bu reseptlə hazırlayıram və dadına baxan hər kəs çox bəyənir. Xəmir yoğururuq və qoyuruq ki, mayalansın. O müddət ərzində içliyi hazırlayırıq. Ət və soğanı qovururuq, zövqə görə zirinc əlavə edə bilərsiniz. Xəmiri 5 kündəyə bölürük, hər birini yayırıq və yağlayırıq, üst-üstə yığırıq. Sonra videoda gördüyünüz kimi zolaqlar kəsirik, onları rulet kimi bükürük. Onları da 10-15 dəqiqə gözlətdikdən sonra ruletlərin arasını açırıq, əsl badambura və qoğal kimi və içliyi yerləşdiririk. Onları da bükdükdən sonra 15 dəqiqədə gözləyirik. Sonra da sobada 160 dərəcədə konveksiya rejimi ilə qızarana qədər bişiririk. Hazır çuduların üzərinə sumaq səpirik və gördüyünüz kimi möhtəşəm çudular alınır. İnanın, bu reseptlə hazırlasanız siz də çox bəyənəcəksiniz. Nəinki siz, hətta dadına baxan hər kəs, qonaqlar, ev, ailə üzvləri, hər kəs çox bəyənəcək. Ona görə də məsləhətdir, hazırlayın, dadına baxın, siz də nuş edin.